16 il Azərbaycan ordusunda xidmət eləmişəm. Onun 11 ilini xüsusi təyinatlı qüvvələrdə xidmət eləmişəm. Xidmətim zamanı aprel döyüşləri, Vətən müharibəsi, qisas əməliyyatları, sərhədlərin bərpası və lokal antiterror əməliyyatlarında iştirak etmişəm. Əslində hərbi mənim üçün bir həyat tərzi idi. Yəni uşaqlıq arzum deyim, yaşam tərzim deyim. Yəni xüsusi təyinatlı olmaq mənim ideologiyam idi, həyat tərzim idi. Mən çox sevirdim həynimdəki bu formanı, o keçdiyim əziyyətli yolları. Yəni yorulmurdum, nə qədər əziyyət də olsa mən o yollardan yorulmurdum. Təbii ki, bugün çönüb arxaya baxdıqda azad Azərbaycanın, müstəqil Azərbaycanın, bütöv Azərbaycanın olmasında bir bəhrəm olmağı, bir tövhəm olmağı mənim üçün həqiqətən də qürur bir hissdir. Düşünürəm ki, bundan sonra da bu gələcək nəsillərdə zabitlərimiz, əskərlərimiz, bizlərin onlara əmanət etdiyi, şəhidlərimizin, qazilərimizin, müharibə əlillərinin onlara miras qoyduğu bu torpaqları qoruyub saxlayacaqlar. Döyüşlər zamanı ən çox yadımda qalan hadisələrdən biri Vətən müharibəsi zamanı idi. Vətən müharibəsi bizim xalqımızın şanlı tarixidir. 30 illik həsrətə son qoyulduğu gündür. Vətən müharibəsi zamanı bizim bir əskərimiz var idi, Mehdizadə Əli, yaralanmışdı. Çiynindən qəlpə yarası almışdı. Mən Əliyə dedim ki, qayıt dala, hospitalda müalicə olun, sonra gəl. Mənə dedi ki, cənab müharibə, yəni şəhidlərin qanı olan yerdə mənim hospitala getməyim düzgündür. Təbii ki, biz o əskəri sonradan bərpada olan zaman göndərdik. O getdi, növbəti döyüşdə şəhid oldu. Bir əskərin şəhadətə ucalmaq arzusu belə Azərbaycan ordusunun zabitində görün nə qədər güc formalaşdırar. Biz ümumiyyətcə bir xalq olaraq birliyimiz, bərabərliyimiz, vahid komandanlığımız bu döyüşdə öz sözünü dedi. Müasir zamanədə texnologiyadır, silahdır, təchizatdır, təbii ki, öz yerində, amma əsas olan insan faktorudur, insan gücüdür. Burada əsas amil əskərin vətənə olan sevgisi, komandiri olan inamıdır. Əgər bir əskərin vətənə sevgisi, komandirə inamı yoxdursa, burada heç bir qələbədən danışmaq olmaz. Çünki insan evini qoruyar, sevdiyini qoruyar. Bizim əskərlərimiz də eyni qaydada. Komandirlərinə o qaydada əskərimiz inanırdı ki, bilirdi ki, bunun komandiri heç vaxtı bu əskəri yarı yolda qoymaz və ağıllı qərarlar verəcək. Düşmən əskəri hansı ki oturduğu postlarda açıq-aşkar bilirdi ki, Azərbaycan ordusu bu istiqamətdən gələcək. Düşmən əskəri yüksəklikdə idi, səngərlərdə idi, amma bizim əskər açıqlıqda idi. Düşmən əskərinin atdığı güllələrdən bizim əskərlər qorxmurdular, qaçmırdılar, gizlənmirdilər. Bizim atdığımız güllələrdən isə onlar can qorxusu ilə qaçıb gedirdilər. Hətta hər şeylərini orada qoyaraq, yeməklərini, təchizatlarını, silahlarını, hər şeylərini, formalarına kimi qoyub qaçan əskərlər var idi. Bu da bizim əskərlərdə olan vətənin sevgisinin bariz nümunəsi idi. Cənab Ali Başkomandanın inamını biz reala çevirdik. Bizə inanan komandirlərin inamını biz həyata keçirdik. Bugünkü gündə Azərbaycan ordusu bir zabit kimi deyə bilərəm ki, ordu yetişdirmə siyasətində vətənə sevgi, komandirə inam, dürüstlük üstündə qurulub. Bu da hər bir əskərin, zabitin döyüş meydanında şücaət göstərməsi üçün kifayət bir amildir. Bunun nəticəsində də Azərbaycan ordusu bugün demək olar ki, regionun ən güclü ordusudur və bizdən nümunələr alırlar. Bizim döyüş yollarımızı öz ordularına gedib misal çəkirlər. Və zamanında oxuduğumuz kitablardan, bizə çəkilən misallardan, döyüş taktikalarından, hansı ki kinolarda gördüyümüz müharibələri gəlib bizdən soruşurlar ki, bu necə olub? Çünki hər kəs yazdığını ssenariyə çevirib, biraz bəziyib ortalığa qoyulsa, Azərbaycan ordusu qanı ilə, canı ilə bunu reallığa çevirdi. Həqiqətən də göstərdi ki, vətəni sevən bir əskər necə olmalıdır? Komandirinə bağlı bir əskər necə olmalıdır? Əgər torpaq sənindirsə, o torpaq necə alınmalıdır? Biz çox səbr elədik, çox gözlədik. Təbii ki, müharibə itkisiz olmur. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qanı bahasına, canı bahasına biz bu torpaqlara nail olduq. Düşünürəm ki, bugün də şəhidlərimizin ruhu şaddır. Çünki onların qanı yerdə qalmadı. Qisası yerdə qalmadı, qisası alındı. Hərbi həm peşədir, həm sənətdir də, elmdir, hərb elmdir.
Bu elmi daim öyrənmək, yiyələnmək lazımdır. Günü-gündən müasirləşən texnologiya, silah təchizatı öyrənmək lazımdır. Mən düşünürəm ki, hər bir əsgər və zabit bu qələbədən arxayın olmamalıdır. Daha da öz üzərlərində çalışmalıdırlar. Yeni müasir texnologiyalara, yeni taktikalara, yeni hədəflər qoymalıdırlar qarşılarına. Daim öz üzərlərində çalışmalıdırlar. 26 iyun Azərbaycanın şərəf tarixidir. 26 iyun Azərbaycanın vahid ordusunun yaradılması tarixidir. Bu münasibətlə bütün orduda xidmət edən zabitləri, gizilləri, şəhid ailələrini, müharibə əlillərini, veteranları səmimi qəlbdən təbrik edirəm. Allah millətimizi daim, dövlətimizi daim etsin. Azərbaycan üç rəngli bayrağı daim zirvələrdə dalğalansın.